Deməli, Toplu 2025 mövzusu 50-ci sual. Burada bir dənə nüans var, uşaqlar deyir, tərəzidə tarazlıq yaransın deyir. Hər iki tərəfə maddə tökür, deyir, tərəzidə tarazlıq yaransın. Tarazlığın yalnız, burada gələ gəldi, üfüqi tarazlıq yaransın. Çünki belə maili tarazlıq da ola bilər. Aydındır? O qüvvələr bir-birini kompensasiya eləyəndə yaranır da, maili tarazlıq da yaranır. Müəyyən bucaq altında. Qüvvə momentlər qaydası. Belə ediniz. Hatırlıyorsunuz? Şimdi burada bir məsələ var. Mən hər iki qaba maddə tökmüşəm. Birinci qabda, hər iki qabda su var, m qram su var. Birinci qaba natrium hidrit tökmüşəm. Sən bu qaba natrium hidrit tökəndə, orada alınır natrium hidroksid və hidrogen qazı uçur gedir. Hidrogen qazı nə edir? İkinci qaba isə natrium oksid tökəndə, oradan heç nə çölə çıxmır. Oradan heç nə çölə, yalnız natrium OH alınır. O zaman belə düşün də, sən elə bir iki nəfərə 10 manat pul verirəm. Biri pulu alan kimi 1 manat sədəqə verir. O biri isə heç bir şey vermir. Amma istəyirəm ki, bunların ikisində də eyni miqdar pul olsun. Əgər ikisində də 10 manat versən, birində 9 olacaq, birində 10. O zaman birində 11 verim ki, o 1 manat sədəqə versə də, onda nə qədər qalsın? 10 manat. O da məndən soruşur ki, mən nə qədər verməliyim burada? Buna baxmış olalım. Normalda bu 24 qram girəndə, neçə qram hidrogen uçur? 1 qram hidrogen uçub gedir. Bizdə neçə qram atmışam bunu? 12. Bir yox, özür istəyirəm, 2 qram uçur gedir. Çünki yox, 1 mol hidrogen. Onda bizdə nə qədər uçur gedir? 1. Deməli, 12 bura gəlibdir, 1 qram uçub gedir. O zaman kütlə M idi olub, M üstə gəl neçə? 11. Şu qab M qram su var idi, hə? M qram su var idi. 13 gəldi, 1 getdi. O zaman qabın kütləsi nə oldu? M plus neçə? 11. Bu isə gələndə işte getmir. Elə bunu o zaman nə qədər gətirim bura? Bunu elə 11 qram götürüm də mən. Bu da olsun M plus 11, burada üfüqi tarazlıq yaransın da. Aydındır? O zaman bu ikinci qaba ilə bunu 11 qram götürsək bəs eləyəcək. Çünki bu qaba girəndə heç bir şey qabdan çıxmır. Odur ki, kütlə bərabərliyi qorunur.